Aradakı fərqə baxın qızlar. Digər qaşım və sabitlədiyim qaşım. Qaş geli istifadə edirsiniz və qaşlarınızda ağarma verirsə, düzgün istifadə eləmirsiniz deməkdir. Birinci qaydamız düzgün qaş geli seçməkdir. Mən Top Face'in bu yeni çıxan qaş sabitləyicisini istifadə edəcəm bugün. Məndə bunun digər seriyası da var idi. Onu da çox sevərək istifadə edirdim. Bunun ölçüsü digərinə nisbətən daha böyükdür və çox mükəmməldir qızlar. Gün boyu qaşlarınızı necə sabitləyirsinizsə elə də qalır. Bütün kosmetik mağazalardan əldə edə bilərsiniz. İkinci təməl qaydamız isə fırçanız həmişə təmiz olmalıdır. Mən bir dəfəlik istifadə üçün belə bir fırçalar alıram və makyajdan öncə istifadə edirəm. Bir dənə baxın. 2 toxunuşla qaşlarıma baxın. Aradakı fərqə baxın qızlar. Digər qaşım və sabitlədiyim qaşım. Mükəmməldir də. Bu qaş sabitləyicinin qiyməti çox münasibdir və aldığım gündən qətiyyən əlimdən yerə düşmür. Qaşda ağız buraxmamağı ilə yanaşı ən çox bəyəndiyim tərəfi isə baxın, indi belə sabitləmişəm amma gün boyu, yəni axşama qədər mənim qaşlarım belə də qalacaq. Mən susuram, qaş sabitləyici danışsın. Görün necə mükəmməl oldu qızlar. Belə yaxından göstərirəm sizə. Bütün kosmetik mağazalardan rahatlıqla əldə edə bilərsiniz. Bu cür faydalı videoların davamı üçün məni izləməyi unutmayın.